Hal-hazırda 1 ildən artıq işləyirik biz. Müştərilərimiz tərəfindən çox sevilirik, qonşularımız tərəfindən çox sevilirik. Tələbədən tutmuş iş adamına kimi, yəni müştərilərimiz var. Biz rəfiqəmlə uzun müddət müzakirələrimiz olub, sırf sağlam qida barəsində. Rəfiqəm də, mən də çalışırıq buna fikir verək. Hər zaman alınmasa da, amma çalışmışıq bu barədə və belə bir ideya formalaşıb ki, mən də hər zaman öz biznesimi açmaq istəmişəm bu sahədə uzun müddət olduğumdan. O da yeməklə və sağlam qida ilə daha çox maraqlanırdı deyə qərara gəldik ki, nəsə bir biznes açaq. Artıq fikrimizi toplayanda belə qərara gəldik ki, bizim əsas məhsulumuz çörək olacaq. Çünki düşündük ki, Bakıda çörək, sağlam çörək çox azdır. Var, amma azdır. Və biz getdik, bunun kurslarını keçdik, dərindən özümüz hər şeyi öyrəndik ki, özümüz də dərinlərə qədər necə bişirilir, hansı inqrediyentlərlə bişirilməlidir, mayasız çörək nədir ümumiyyətlə, un necə olur, hansı növlərdə olur və s. və s. Bunları çox uzun müddət biz öyrəndik və artıq öyrəndiyimizdən sonra dayanmağın mənası yox idi və biz başladıq. Mən uzun müddət məsələn evdə 1 ilə yaxın özüm testlər eləmişəm, özüm bişirmişəm. Dostlarım sağ olsun dəstəyi ilə dadına baxıb, bəyənib və müxtəlif rəylər bildiriblər. Və sonunda bir fikrə gəldikdə biz artıq bir bakery'nin açılışına qərar verdik. Başlamamışdan öncə biz yenə də ehtiyatla yanaşdıq. Yenə də bütün məhsulların keyfiyyətli olmasına, heç bir qatqıdan istifadə olunmasın deyə bunun üçün çox çaba göstərdik. Sonunda da çox gözəl bir bakery alındı. Hal-hazırda 1 ildən artıq işləyirik biz. Müştərilərimiz tərəfindən çox sevilirik, qonşularımız tərəfindən çox sevilirik. Tələbədən tutmuş iş adamına kimi, yəni müştərilərimiz var. Gün ərzində 50-100 nəfərə yaxın insan sadəcə alıb getməklə bağlı deyil, orada əyləşib səhər yeməyini də yeyə bilir. Həmən faydalı çörəklərdən bizim etdiyimiz sendviçlər də var. Onları da dadıb və çox bəyənirlər. Təbii ki, burada bu bakery'də bizim əsas məhsulumuz bizim mayasız və faydalı çörəklərimizdir. Bir çox insanlar çörəyin faydalı olmadığını deyir, amma bu elə deyil. Keyfiyyətli və düzgün inqrediyentlərlə hazırlanmış çörəklər insan orqanizminə enerji verir və balanslı qidalanmanı dəstəkləyir. Təbii maya ilə hazırlanan çörəklər ən böyük üstünlüyü təbii fermentasiya prosesindən keçməsidir və bu proses çörəyi daha asan həzm olunan edir, bağırsaq mikroflorasını dəstəkləyir və ümumi sağlamlığa müsbət təsir göstərir. Eyni zamanda vitamin və mineralların orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Bizim hər gün işimiz səhər saat 5-6 arasında başlayır, bəli. Hər işçinin öz vəzifəsi var. Qürurla deyə bilərəm ki, hər bir çörəkdə bizim əməyimiz, əlimizin əməyi və hər işçinin sevgi ilə və diqqətlə hazırlanır bu çörəklər. Başqa cür də mümkün deyil. Həqiqətən də bu işi sevmək vacibdir. Hər gün səhər saat 6-dan bu çörəklərin mayanın hazırlanması və onu saatlarla, təbii yolla bişirilməsinin hazırlığı gedir. Gün ərzində və səhər saat 8-də biz bizim bakery'ni açırıq və artıq bir neçə növ çörəklər hazır olur. Təbii ki, bunun hazırlıqları gün öncədən olur və həmin gün səhərsi biz o çörəkləri bişiririk. Bizim bakery'miz kiçik bir evə dönüşüb artıq və hər bir müştəri artıq bir müştəri kimi deyil, sadəcə bir qonşu kimi, bir yaxın adam kimi bizim bakery'yə gəlir. Hamı bir-birini tanıyır və bu çox gözəl isti mühit yaradır və onlar bizə inanırlar. Xam maldan qatqılarsız çörək etdiyimizi bilirlər. Məhsullarımızı bəyənirlər və bu da bizə çox böyük bir motivasiya olur.
Bizim hal-hazırda 5 və 6 işçimiz var. Yəni rəfiqəmlə biz bir yerdə özümüz də işləyirik. Yəni hər gün səhər mən də gələ bilərəm, o da gələ bilər. İşçilərimizlə bərabər bir yerdə bütün xırdalıqlara qədər biz o işi görürük. Xəmir yoğrulmasından tutmuş, qab yumasına kimi belə eləyirik və bu bizə təkcə biznes deyil, həqiqətən də bir ev kimi artıq olubdu. Günümüzün bir çox hissəsini orada keçiririk və bütün işçilər bir komanda, bir ailə kimiyik. Yəni bu da bizə çox böyük xoş mühit yaradır, eynən müştərilərimizə də. Necə gedir proses? Yəni müştərilər gəlir və artıq bilir ki, bizdə hansı saatda hansı çörəklər hazır olur. Və bizim əsas üstünlüyümüz hər gün təzə çörək bişirməyimizdir. Yəni ümumiyyətlə biz gün ərzində bişiririk, bütün bişintilərimiz həmişə təzə olur. Yəni vitrində heç bir bişinti qalmır. Gün ərzində və artıq müştərilərimiz bu hansı məhsulu istədikdə hətta bizə zəng eləyib o məhsulu öncədən hazırlaya bilərikmi onu soruşurlar. Biraz çətindir bu əslində, amma yenə də müştərilərimizi məmnun etmək üçün çalışırıq istəklərini yerinə yetirək. Hər gün biz bizim Bakıda müxtəlif çətinliklərlə qarşılaşırıq. Bu iş prosesindən başlayaraq müştərilərlə ünsiyyətdə, rəylərdə, hər yerdə yəni bilinir. Çətinliklərimiz olsa belə bu bizə xoşdur. Biz hər gün yenə öz işimizi davam edirik. Gələcək planlar eynən belə filiallar açmaq ola bilər. Hələ ki bununla qərarlaşmamışıq, amma daha da faydalı çörəklər bişirib, daha da faydalı qidalar hazırlayıb, bişintilər hazırlayıb işimizi davam etdirmək istəyirik. Bu işin davamlı olması üçün nə edirik? Hər gün proseslərdə özümüz iştirak edirik. Bütün proseslərə diqqət yetiririk. İşçilərin elədikləri, işçilərin bişirdikləri və hansısa məhsulu bəyənmədiyimizdə, yəni özümüz o qərarı veririk və həmin məhsul vitrinə getməyə də bilər, həmin məhsulu biz satışa qoymaya da bilərik. Çünki bizim üçün keyfiyyət və müştərinin alacağı məhsulun keyfiyyəti çox vacibdir. Qürur duyuruq bu işlə, çünki faydalı qida hal-hazırda çörəklə bağlı biraz çox fərqli fikirlər var. Bir çox insanlar düşünür ki, çörək faydalı deyil və biz də hər yerdə bu bişirdiyimiz çörəklərin nə qədər keyfiyyətli, nə qədər mayasız, nə qədər faydalı olduğunu bildiririk və bir çox işlədiklərimiz şirkətlər də var. Hansılar ki, bizim çörəklərdən faydalanır və öz müştərilərinə eynən o çörəkləri sendviçlər düzəldirlər və yaxud satışını eləyirlər. Və eynən də bizimlə də elə əlaqə qurub işləmək istəyən şirkətlər çoxdur.